Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün fəaliyyət planı təsdiqlənib. Rəqəmsal İnkişaf Şurası fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarət edəcək. Həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə rübdə bir dəfə Azərbaycan Prezidentinə məlumat verəcək. Fəaliyyət planına əsasən Azərbaycanda proaktiv dövlət xidmətlərinə keçid və bütün dövlət xidmətlərinin MyGov və MyGov Business platformalar vasitəsilə göstərilməsi nəzərdə tutulur. Sənədə əsasən ilk növbədə ölkədə rəqəmsal inkişaf sənədində mövcud vəziyyətə və qlobal trendlərə əsaslanaraq müəyyənləşdirilən prioritet istiqamətlər və tədbirlər planı vasitəsilə sözügedən sahədə strateji məqsədlərə və göstəricilərə nail olmağı hədəfləyir. Fəaliyyət planında müasir texnologiyaların inkişafını təmin etmək üçün dövlət və özəl sektor arasında əməkdaşlıq, akademik və elmi tədqiqatların gücləndirilməsi, startap və innovasiya mühitinin dəstəklənməsi kimi məsələlərə xüsusi diqqət yetirilir. Fəaliyyət planının uğurlu icrası nəticəsində Azərbaycanın beynəlxalq reytinqdə mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması hədəflənir. Bundan başqa bu ilin sonuna kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında elektron təhlükəsizlik xidmətinin nəzdində 3 mərkəz yaradılacaq. Elektron Təhlükəsizlik Xidmətinin Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzinin, Milli Kiber İnsidentlərə qarşı Mübarizə Mərkəzinin və rəqəmsal sahədə tədqiqat fəaliyyəti üzrə ixtisaslaşmış mərkəzin yaradılması planlaşdırılır. Bu, elektron təhlükəsizlik xidmətinə ölkədə baş vermiş insidentlərin toplanması və kateqoriyalar üzrə cavab reaksiyalarının verilməsi fəaliyyətinin koordinasiya etməyə imkan verəcək. Həmçinin fəaliyyət planına əsasən Azərbaycanda dövlət orqanlarında daxili idarəetmə proseslərinin tam rəqəmsallaşdırılması və kağızsız hökumətə keçid 2028-ci ilin iyul ayında başa çatdırılacaq. Dövlət qurumlarının daxili biznes proseslərinin azı 80%-nin təhlili, müəssisə resurslarının planlaşdırılması və rəqəmsal iş axını üçün vahid texniki meyarların təsdiq edilməsi planlaşdırılır. Eyni zamanda Azərbaycanda yerli və beynəlxalq venture kapital fondlarından ibarət birgə fondlar fondunun yaradılması nəzərdə tutulur. Sənədə əsasən qurum startap ekosisteminə investisiya qoyuluşunu həyata keçirəcək. Qeyd edək ki, fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.